verilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi. Bu da bizim doğma Bakıdan 160 kilometr aralıda yerləşən məşhur nabranı ilə tanınan gözəl xaçmazımız. Hər zaman deyib gülən qəhrəmanlarımız bu dəfə göz yaşlarına qərq oldular. Fəlakət öz toyunda öz belinə qırmızı bağlayır. Boş qab gətirin sındırıb gəlini qabaqlayır. Sevindiyindən şirinin dolur gözləri ağlayır. Dostu tapıbdı qismətim, Toyu da oldu fəlakətin, o tapdı öz məhəbbətin. Toyu da oldu fəlakətin, o tapdı öz məhəbbətin. Gic adamlar var, mənim bəxtimə gəlir düşür. Sən gitsən fəlakət, Bakın xarabdır sən. Bakıdan bura daldala maşın sürmüsən sən. Eşdən özüm daldala sürürdüm. Hə. Eşdən özüm daldala sürdüm. Bu Xaçmazın girişində mənim xəbərim var da, mən bura gəlib gedirəm. Xaçmazın girişində radar qoyublar. Özüm daldala sürürdüm ki, radara düşməyək də. Başa düşdün, radara düşməyək. Həm də daldala sürəndə o probek sadaz oldu, sonra satırsan, eləyirsən. Həm də eşdən mən şəmi daldala sürdüm ki, birdən adamzad vuraram. Sonra polislər gəlsə deyərəm ki, arxadan özü vurub da. Mən vurmam, sən özü vurub. Alo. Hadi getdi, şöşü getdi, öldü şöşü, yox. öldü. Şimşək. Nə bilim, gəlib vurub da sən elə suallar verirsən ki, mən nə bilim nəyə vurub. Gəlin, uşaqları da yığ, Xaçmazdayıq, yas orada olacaq. Eşdən. Haradasan, ay şöşü, haradasan? Şəmi, sənədən soruşmaq istəyirəm. Oradan şoşu hatadır, şoşu hatadır. Koy gedin, şoşu rəhmətə gedib, ölüb. Şoşu rəhmətə gedib, Nə olsun rəhmətə gedib, şoşu olmurdu, sabah açılmırdı, Bu gündən şoşu mən olaram, nə fərq var? Sən fəlakətsən. Bu gündən şoşuyam, mənə fəlakət heç demə. Bu gündən şoşuyam mən, yaxşı? Sən fəlakətsən. Deyirəm sana ki, bu gündən mən şoşuyam. Kül mənim başıma. Gəlin görüm, bu kimin telefonudur mənim cibimdə? Gəlin görüm, bu nədir? Nə fəlakət? Şoşudur danışar. Hara zəng vurumsan? Adı boy be. Bana deyir fəlakətdir danışır. Az danış. Ağzına gələni danışır burada. Güzel mən üstüne Eşsən, gedək yoldan şoşunu da götürək, bir yerdə gedək yasaq. Gedək. Bu tərəfdən su. Fəlakəti çox sevir əksəriyyəti qardaş. Bunu manitiyə verərsən söhbəti qardaş. Alma bahadır baha, əladır əla. Bütün cavanlar sevir fəlakəti qardaş. Sən buradayım da, nə yanında oturmuşam, görmürsən, buradayım da, yanında oturmuşam. Haradasan? Gel mən kimdən yol gəlir Eşsən, qoysan, görürsən yanında oturmuşam, mənə deyirsən şoş hardasan. Sən fəlakətsən. Mən sana dedim ki, mən bu gündən şoşuyam, mən beynimi xarab eləməm. Əladır əla. Yoxdur şoşu, ağlama, yoxdur şoşu. Yaxdı deyə şoşu ölməyib, mən sana deyirəm ölməyib. Ay şoşu. Yatma mı şoşu? Yatır. Ay şoşu, sen niye bu güne düştün ay şoşu? Gülərin sözü. Katlanamam. Sen güzelliğiyle kamazın altına girdin ölmedi. Yaşayamam. Gelin çıkın da. Bayaktan boğazını öldürüp burnunu zadın vurup divara sındırıp. Hardasa. Eşsən, bu dəqiq ölüb də.
Ayşeşi sen niye bugüne düştün Ayşeşi? Ağlaşamıyor. Ağlaşamıyor. Boşa. Ayşeşi özde gör necə qalıb. İldırım burada sen de mi gülümsüyormuş Ayşeşi? Ayşeşi. Gülerim şeşi. Norma. Alıp ölüp da öz güzel aparsana bir ben ölmüşüm. Tamam da ölmeliyim tabii. Böyle adam oldu. Ayşeşi sen güzelliğine kamazın altına girdin ölmedi. 16. mertebede tepesizliği yeredeydin ölmedi. Tayland'da seni timsah uttu. Yardılar içinden çıkarttılar yine ölmedin. Bu şimşekle dağı vurdu öldürdü seni. Bu şimşekle dağı. Bəlkə mən də ağlayım, bəlkə mən də. Ağlıyor. Afik sen geleyim diri sade size götürürler. Dedim sağ düşler. Yüreğim patlıyor. Yerden sağ düşle götürürler. Yüreğim patlıyor. Diyalog. Ölmeyeyim ki bu. Ölmeyeyim. Ne bakır, kıraktan bakır bize. Başın kırakta hardan bakır. Ölüp de uzanıp burada. İnan buna. Ha, işlər səndən düşdü. Saçımdı. Gel Bece. Her şeye diyeyim. Ağımız ağlıyor. Mərsiyə nə tupoysan, yasdadan Mərsiyə deyə ağzına gələn gic-gic. Bece her şeye diyeyim. Hadi. Ruhu da şok Dayan. bilsin ki ağlıyordu. Hani bizim şoşumuz? Axşda. Başka tarafta başka şey. Ama bir geçti ya. Şoşu. Yeri kalksa gelen tanışırsan burada. Mersiye de o. Hadi yanda. Şoşu öldü bu hayattan. Şami'den de Mert Şoşu. Şoşu. Dayanın. Ne olur be? Ölüp da şaşırdı bayağı adam ölüp. Onsuz da bir gün ölmeliydi de. Düzdür. İndiden ölüp da Gülçin'in rahat. Hürmetli öldü de. Yaxşı öldü. Ölüyle ölmek olmaz. Bığlı, maşinlik. Dur git. Ondan sonra palatka tap. Kaşar pobe tap. Kaşar bir aş pişirsinler. Oturak yiyək. Bir halva salan. Mersiye diyen üzdıran. Gedin tapın onları. Eşlər asaq qal. Bu dəqiq ölüb, bilmirsən, dəqiq Ben neye uzanıp kalçaya bürümüşüm. Eşlisən, bu gündən, ma sözü deyil, sözü ölmüyor. Seni yere sokun. O karardı sen öldün. Geç beni. Ma minnəsat qoy eləmə, mənə fərqi yoxdur, öldüm, mən öldüm. Əsas odur ki, ölü var. Hadi az danıştılar. Besti. Şöşünün ruhuna rahat. Aşkım yadındadı. Şöşü seni bu xalçanın içine girip uzanmak yaraşmır. Çok güzel ya. Eşlisiz, mən sizə bir söz deyim. Gedək yası verək, yeyəcək də. Ondan sonra o şimşək var ha. Mən onu harda tutsam, özünüz bilirsiniz də. Ona harda yığışarıq, hamımız gelib o şimşəklə söhbətimiz. Ara şimşəklə günahı var. Şimşəyin günahı var da, şimşək vurur. Ben yuxum için çıktı. Yuxuda sənə geldi. Get bazarlıq elə. Palatkanı qur. Ölüyle ölmək olmaz. Durun. Yuxuda görürdüm ki. Bastırmaq lazımdır. Yuxarı bir yerdədir, dağlıq yerdən mənə baxın. Güllü çiçəli yerdən. Bildim ki cənnətdədir. Sağ olsaydın da salmışdı sənə kapını. Burada bəni. Ayşuşu burada bəni, ne olar? Şu Fırat'ın suyu akar serindir. Oy oy ölem dert ölem akar serindir. Oy oy yarimi götürdü anam kanlı zalimdir. Да, Витя. Ага. Да, умер. Şimşek, да, голова попал. Не приезжай. Не, ты дорога, да, Сургут, Баку, gör ne kadar yoldu. Не, деньги послать сделай, а özün не приезжай. Хорошо. Давай, до свидания. Salam Məmiş, Sumaylar üçün olsun, xoşbaxt olsun. Ne diyeceksin? Eşlər. Orada içəri baxdım, Hə. yevşmə yazdı biraz da, yevşmə yazdı. Hə. Gedək o bazara. Hə. Biz yevşmə yalaqda cəmaat gəlir sevinir eləyir. olmaz. Özündən böyük danışma. O yeyişmə məsələlərini mən özüm hər şeyi həll eləyəcəm. İndi bir iki dənə şey var, onlar da çatışmır. Gedib özüm alacam. Hə, Sən yaxşı, onda ondan mən sonra, gedim. bura Hə, gəl, hara hə. gəlirsən? Sən ondan sonra get qonşulardan, zatdan, gör kimdə samavar var, samavar, çay qaynadan samavar, Hə. böyük bir dənə samavar tap gəl, yaxşı? Samovar o hansıdır? O samovar hansıdır? İçinə odun qoyursan, su qaynayır, çaya tökürsən, samavar deyirlər ona, samavar, yaxşı? Get. Eşlər Şəmi. Nədir? Onda belə eləyək. Sən get bazara, mən də gedim o samovarı tapım gəlim. Tupoy gedə mən nə deyirəm? Hətta sən də onu deyirsən. Gic, danışır burada.
Bu qohumlardan yarımadım da mən də. Birini şimşək vurur, birini nə bilim başdan xarab, biri belə. Salam aleyküm qardaş. Bir balaca yüngül var, belə yasmış düşüb bizim. Bir yas yola vermək lazımdır. Bir çaydan, qənddən, zatdan. Çay varındı mı? Bir çay göstər görüm hələ. Çay ver mənə. Ondan sonra... Elə yox, elə yox. Paçka, bu adına razı mı çaylardan? Yas üçün alıram, yenirəm. İndi o paçkanı da açarsan birazdan, onun içindən neçə olur? 25 dənə. Onun içindən bir 12, 13 dənə eləyərsən. Yaxşı 13 dənə adına razı verərsən. Sonra qənd varındı mı? Qənd. Baxın. Qənd. Meşoğu neynirəm mən, bir kiloluq, kilo yarımlıq gör nə var onda hələ qəndlərdən. Ay sağ ol, baxım hələ ona. Bu qəndin də paçkasını açarsan, içindən say bir 30 dənə, 35 dənə haradasa verərsən. Sonra düyü varındı mı? Düyü. Yo, o da böyük deyil mi? 2 kiloluq düyülərdən verərsən mənə, 2 kiloluq. Ya da 2 yox, 2 görməz bizə. 2 kilo 200 elə onu. Yaxşı, 2 kilo 200 ver. Kalbasalardan, Ruski vkus varındı. Ver görüm bir dənə servelat ver. Aha, doktorski bəs nətər. Baxım hələ. Aha, bunları da qoy. Bir də pomidor çəkərsən, 4 kilo da pomidor çəkər, xaçmaz pomidoruz da. Şeydir, o muca özündən bak yaparacaq. Yaxşı. Günlerim sensiz geçiyor, hasret yüreğim biçiyor. Bahar gelmiş toprağına, üstünde güller açıyor. Bahar gelmiş. Fəlakət. Nədir? Tapmışam, savar tapmışam. Tapdım, savar tapdım. Axtardım, eşlər. Kəmi, dayı sənə əziyyət olmasın deyə də qohumuq dostluqdan, Elə səhərdən su zad doldurdum içinə, qaynatdım savarı hazırdır, Səhərdən vedra ilə su daşıyıram, savarı səhərdən vedra ilə su daşıyıram, Eşlər. Sən oradan, uşaqlardan yığ bir 8-9 nəfər, bir dənə də kamaz tutun. Gəlin savarı götürək, gələ yorantana, yasa gələ, şöşölüm. Nə kamaz, nə uşaq, nə danışırsan sən, balaca samavardı, götür gətir də. Böyükdür, böyük tək götürəmirəm də, böyükdür. O yekə samovar yox idi, Xatmazın girişində, Xatmazın şəhərdə, Onu qaynatmışam. Suda sönçəmsinə qaynatmışam, o böyük samovar yox idi, onu da, Bu gör gedim, tupoy gədə, o samavar yox. Böyük samovar yoxdur girişdə, onu deyirəm də, Gəlin götürək də, gəlin götürək. Balaca samavarda, balaca samavar. Bu nə tər, sən necə adamsan, Buna bir dənə işdə tapşırmaq olmur. Lazımdır heç. Davay qayıt gəl. Qayıt gəl, qonaqlarımız çoxdur. Tupoy gədə. Əcəb oldu, öldü. Əcəb oldu. Ölməmsən, gəbərmisən, gəbərmisən. Sən elə bilirsən, mənə elədiklərin mənim yadımdan çıxacaq. Çıxdı. Mənə düz 1371 dənə təpik vurmusan. 1355 dənə şillə vurmusan. 1, 2, 3. Şimdi sayın ölçüdəkini. Sayın, hoşdur. Ay mate. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, mazol deyil. Necə mən mazol eləmişəm, mən isə ilə mazol edəcəm. 17, 18, 19. ...577, 578, 579, 612, 613. Sənin başına bir dənə oyunlar atsan məndə, ya? Partiysan, yanırsan, ay mate. Yadındadır? Nə?
Gecənin sürprizi. Deyirəm axı bayaqda mən eləməliyəm. Şampan butulkası. Mənim ömrümün axırına kimi o mənim yadımdan çıxmayacaq. Yadımda apardın məni şampan butulkası söhbəti. Bu dəqiqə həmin o temanı mən sənə deyirəm. Ölümü sənə də bədbəxt. Sana o butulka. Hani. Ona bax. Həmin o butulkanı saxlamışam. Bax, yaxşı bax. Həmin odur. Ayşəmi. Sen neyse abi? Ala bayaqdan da nə görürsən ay Allah. Sen bugün neyse? Dur. Neyim alkaş olmuşam buna görə. Bunun dərdi mən öldürəcək. 17-ci butulkanı. 17-ci butulkanı. Benim bugünümü görmeydim Ayşe. Kim görmək istəyirdi ki? Kim istəyirdi ya? Kim istəyirdi? Kod ver. Bütün dünyada Perhaps it's because the network consistently features Bush administration cronies and apologists to analyze international events, like Iraq war evidence fabricator Stephen Hadley. Perhaps it's because people just don't want to watch Pillsbury's Doughboy. Bütün saytlar, bütün televizyonlar, bütün radyolar, jurnallar, Animal planeti kimi göstərir. Bədbəxt. Söndür onu, söndür, şeşe. Dur ağa, dur cehennem ol. Niyə? Dur cehennem ol. Ağlayak da. Ağlam ya. Ala bunun dərdi mən öldürəcək. Ay şeşe, üz gözün niye kızarıp senin, ay şeşe. Damarımda kanım, can damarımsın. Canımsın sen canım, kalp atışı. Да, Андрей. Ты не беспокойся, сачка, колбаса, малбаса, все, her şey burada. Сколько часов? Şu neçə saat olaraq şeydə, Yekaterinburgda? Saat yarım orada. Başa qara durus yetdi. Benim 3 saat. Андрей, через 5-6 часов, ага. Окей. Хорошо, на Красной площади, где... Красный площадь Yekaterinburg'da. Хорошо, da gəlirik. Zəhlə kökdə ya bu da. Siveji Bakıdan ora. Şaşı, sənə halal olsun. Sən ki, bu Rus küfkusu, Azərbaycan kalbasasını, saçkasını sən Ruslara sata bilmisənsə, sən ölüm yoxdur ya bu dərədə. Ruslar ölür da bizi bəkdən ötürür. Yaxşı, az danış. Gəl, silə biləcəksən mi bunu? Xalatınız adında çıxar, yaxşı dördü, Rus kızlar zatlar olacaq, orada. Спонсор «Русский вкус». Bax, Şəmi, bu həyat ölümlü, itimli həyatdır. İndi Şaşıdır, bizim dostumuz idi, qohumumuz idi, ölüb. Düzdür, biz o cür insanı harda gəldi bastırmayaq da. Bəli. Onu bir yaxşı bir torpaq tapaq, orada bastıraq. Bəli, Yaxşı. düz. Ağsaqqal, çox Salam sağ olun. Ağsaqqal, sən ki bugünkü gündə, bax, sənlə danışıram. Sən ki bugünkü gündə, bax, mənim bu ağrılı, acılı günümdə mənlə bir yerdəsənsə, gəlmisənsə, bura o böyük işdir. Bax, bugünə kimi sənə nə eləmişiksə, mən elə o rəhmətli köşündə adından mən üzr istəyirəm və deyirəm ki, qələt eləmişik, başımıza daşa döymüşük. Yaxşı, sən böyük insanıymışsan. Böyük. Çox böyük. Salam eləsin. Ölənlərimizə rəhmət. Keçin söyle. Fikrin məndə olsun. Fikrin məndə olsun. Yaxşı. Mən indi nəysə dedin o ağsaqqal zat söhbəti bir qırağa, indi o heç. Bəli, yaxşı adamam, gözəl insanam, o heç. İndi mən sözüm başqa şeydədir ki, əlimdə fakt torpaq var da, mənim 3-4 yerdə torpaqlarım var. Mən onları sayım, qiymətini sənə deyim, sən indi özün seç ki, harda bastıraq da. Qiymətini deyim. Dayanma, qulaq asın. 25 minə qəşəng torpağım var. Gölün qırağında, baseynisi, gölə baxır, panorama, işıq, qaz, su pastayanlıdır. Hər cür şəraiti var. Qəşəng qabri də var mərmərdən. Sözünü aparaq elə, orada bastıraq. Yox bre, Wi-Fi da var. Nə giz danışırsan sən burada? 25 minə cahama 25 sot torpaq alır, 25 min. Yox. Başı xarab olub düşürsən. Salam əleykum. Allah rəhmət eləsin. Keç. Sağ ol, çox sağ ol. Gərək o olaydı, deyirsən dəyməz. Yaxşı. Nə deyirdim? 25 minə lazımdır. Yaxşı. 15 minə. Qəşəng torpaq var, 15 minə. Onun da şəraiti pis deyil, gözəldir. İndi bax, orada gedək görək, biraz qəbir qısadır. O meşə torpaq zat doldurmuşam ora, peynləmişəm. Çox gözəl şəraiti var, 15 min. Ağsaqqal, 15 minə cahamat ölü dirildir, 15 min nə də? Mənim 15 minim adam da. O cür adam olub, 15 minə heyfin gəlir sənin. Salam əleykum. Keçin qardaş, keçin. Salam əleykum. Salam əleykum. Əlimi sıxma. Hadi yaxşı, hə.
Deməli, Aha. yaxşı 15.000 də olmasın. Nə qədər? 3.000. 3.000-ə qəşəng torpaq var. Deməli belə də şəraiti ortadır, amma orada nədir? Əsas nədir? Ola bilər o qəbirstanlıq yol çəksinlər, plana düşdü qəbir, qəşəng pul tuta bilərsən. Qəbiri kötüsünlər, yerdən pul verir. Ağsaqqal, sən nətər insan, mən sən əməlli başladan bilirmişəm, sən gəlib burada, məndən pul tutmaq istəyirsən sən, rəhmətli Şöşdən pul tutmaq istəyirsən. Salam əleykum qardaş. Sağ ol. Kes. Buraya gəldim, cəmaatın yanına nə biabır edirsən? Sən məndən pul tutmaq istəyirsən. Yox, yaxşı. Axırıncı variant. Axırıncı variant 50 manata yerdir, balaca bir quyudur. Ataq Şöşünü ora ölsün qarşı. Gic danışma sən burada, ayıb olsun sən, ağsaqqal. Belə mən bilmirəm, sən belə pul verirsən. Variantlar deyirəm. Sən nə oldu? Bu boyda Şöş ölüb, mən indi 3-4 manat tuta bilməyəcəm onu. Hayır, Şöşüdən kim pul tutur ki, sən də buradan pul tutasın? Heç olmasa qoy məclisi mən aparım. Heç olmasa məclis nəsə də bir tutum da. Yaxşı, onda məclisi apar. Amma bir şərtlə, ağzına gələni danışma. Mən ağsaqqal adamam. Yox, burada səndən də yaşlı adamlar var. Ağzına gələni danışma. Normal o maarifləndirici söhbətlərin olur ha, sən gənclərlə. Yaxşı? Ondan elə. Yaxşı? Sən çay denən mənə çay versən. Narahat olma. Narahat olma. Da, Volodya. Da. Нет, не надо, не приезжай. Не надо. Хорошо, onda gel, давай. Payla. Bak stolların üstüne bak. Ora eşitsən, bir dəqiqə deyəm. 1, 2, 3, 4, 5, 6, 7 dənə qənd bura. Bax 7 dənə qənd ora. Limon qoy, 3 dənə limon qoy. İkisini qoy. Birini qaytar, 2 dənə limon qoy. Aha. Gəl bura. Baba, xurmalardan qoy ora. Xurmalardan qoy ora. Nə 1, 2, bir dənə xurma qoy, bir dənə xurma qoy. Sağla bölsünlər 4 yerə. Əvvəla hamınızı bu gözəl göyçək bir məclisdə, bu rəhmətli mərhumun məclisində xoş gördük. Gələn ayaqlarınız var olsun, qədəmləriniz xoş olsun. İndi kiməsə ola bilər mərhumun borcu olub, kiməsə çatdırıb vaxtında verməyib, heç kim, heç biriniz halal eləməyin. Dirənin orada yaşıl pencəhli, bığlı maşenlik var, adı Şəmidir. Dirənin ondan pulunuzu istəyin. Axıra kimi. İndi 500, 1000, 1500, kimin nə qədər alacağı var alsın. Konkret pulunuzu istəyin. Bu elə adam olub ki, buna o halallıq düşmür. Konkret pulunuzu dirənin alın. Nədir axı, nə istəyirsən? Gəl bura. Bir dənə sual vermək istəyirəm. Gəl. Bayaqdan hamıya maraqlıdır, orada da hamı maraqlı. Bəli. Deyir, bu kinolarda o öpüşmə səhnələri var ha. Bəli. 18 pluslar. Ona baxmaq olar. Əlbəttə ki, olar. Nəyə görə izah eləyəcəm. Bu 10 əşidə sualını verdin, içi gəlir, yer çıx gəl oyana. Mən safetkamı satmaya. Geçsim. Gəl, ağlayanlar üçün safetkala. Sürmədi. Bu sualı mənə tez-tez verirlər. Belə şeylərə baxmaq olar. O gün bir cavan oğlan da məndən soruşdu ki, lap belə da yarı çılpaq öpüşən adamlar olur, cavan uşaqlar olur. Belə şeylərə baxmaq olar ya yox? Əlbəttə ki, yenə deyirəm, olar. O mənada hər bir şeydən xəbəriniz olsun. İndi məndən soruşurlar ki, yaxşı, bəs lap belə tərbiyəsizlik var da, ona da baxmaq olar. Deyirəm, bəli, olar. Baxmaq olmaz bir dənə şeyə. O da svarkadır. Svarkaya baxmaq olmaz, adamın gözü xarab olur. Çoxlu baxsan ki, gözlərin görsən ki, qamaşır. Amma belə şeylərə baxmaq olar, hətta vacibdir, yaxşıdır. Belə şeylərə baxın. İndi bir balaca çayınızı için birazdan sizə məzəli olmuş əhvalatlardan, söhbətlərdən söhbət açacağım deyib güləcəyik. Çayınızı için halvanızı yiyin, çayınızı şirin eləyin. Heç nə elə yazığın elə nə qədər kreditləri qalmışdı. Ondan sonra nə bilim, nə qədər borcları qalmışdı. Hamısı yazılıb mənim boynuma. Mən də nə qayıramdı, xala oğlu olmağından baxmayaraq. Mən də onu çox istəyirdim. Şöşü belə canları dəyən oğlan idi. Bu ölməli oğlan deyirdi. Ölməli oğlan deyirdi. Allah rəhmət eləsin. Düzəlt. Onların stollarını düzəlt, hamısını düzəlt. Ona görə də nə bilim vallah. Həyatdır da, həyat. Bir gün varsan, sabah yoxsan, bir gün.
Salam aleyküm. Salam aleyküm. Hoş gördük. Allah siz geçin içeri çayınızı için. Çok sağ olun. Sağ olun. Sağ olun. Şəmi Allah rəhmət eləsin. Bu nə məsələdir? Niyə belə? Heç zat elə səhər durdum. Zəng elədilər ki, bəs belə hadisə gəlib başına. Ay Şəmi, bu başa düşdüm. Bu şimşək məsələsi nədir? O inanırsan- şimşək, onu nə ilə? O balta ilə vurub öldürmək mümkün deyil. Bilirəm, hamı bilir. Kim zəng edir, deyirəm, məzələməsən, şimşək nədir? Dedim, indi fəlakətdir, təbii fəlakətdir. Bu hadisədir, olub da indi yağış yağıb, şimşək vurub, indi gəlib iminləşir. Ölənlər özə rəhmət, ölənlər özə rəhmət. Hə, şimşəkdir, vurub, gəlib iminli şöşünün başına dəyməliydi o şimşək. İminli onun başına dəyməliydi. Başı sağ. Ayılcı, eşdirsənmi? Səndən bir qardaş yanı xahiş eləyəcəm. Bilirəm ha, yeri döyür, amma Nə yerinə lazımdır mən şoşaya görə? Yox, o axırda pul haqqı hesab o heç öz yerində. Nə lazım? İçəridə nəsə məclis belə maraqsız keçir. Bəlkə deyirəm mahnılarından, zadından içəridə bəlkə bir dənə mahnı xahiş edirəm. Bir dənə. Ayılcı. Bir dənə mahnı oxuyursan pis olur. Biraz. Bir Telefonla zadla çəkərlər. Narahat olma, bütün telefonları yığmışam canım. Şoşaya görə nə lazım deyirəm, amma... Bir dənə prosta bir şey olsun da, yəni belə toy mahnısı yox, belə lirikadan, səndən qəşəng lirikadan. Yox, ruhu şad olsun da, sən də düz deyirsən. Yaxşı, gəl. Eləyərəm. Ay fəlakət! Göküm gəlir. Yaxşı, onda yaxşı. Bu Ağsaqqal, qonağımız var, müğənni qonağımız Ebru Gündeş gəlib. Salam əleyküm. Allah rəhmət eləsin. Eşsən. Qulaq assana. Qulaq assana, mənə qulaq assana. Nə qulaq assım sən? Adı nə idi sənin? Adı nə idi? Elçindir mənim. Elçin Gündeş də, Elçin Gündeş. Eşsən məni. Qulaq assana. Bir dənə qulaq assana, qulaq as, mənə qulaq as. Sənin o gülməli mahnıların var idi. Ondan bir ikisini oxuyacaq. Gülməli mən hüzürə gəlmişəm. Hələ hüzurda oxuyurlar da gülməli mahnı. Get, işinlə məşğul. Yeri. Tanınmış müğənni, sevimli insan Elçin Hüseynov təşrif buyurub. Gəlsin, mahnılarını oxusun. Birazdan mən yenə məzəli söhbətlərimə davam eləyəcəm. Salam əleykum. Hoş gəlmişsin. Buyur. Bir dəqiqə. Ay cəmaət, Elçin qardaşımız gəlib burada oxumağa və siz ağlamalısınız. Hamı bütün bəd günlərini, bədbəxt hadisələrini yadına salsın, ağlasın. Ağlayın, yaşın əgəmsən dayda ağlamağa. Ağlayın ki, o bədbəxtin də ruhu şad olsun. Bilsin ki, onun üçün ağlayanlar var. Ağlayın. Sən də elə ki, sən özün də ağla, paplar adamsan, ayırdı, paplar adamsan, ağla, hamı ağlasın. Oxuyur, Elçin oxuyur. Alqışlarımız. Kukuruzdan qalmadı. Cebinde yok parası, afradır sigarası, yüreğindedir yarası. 8 çocuk büyütmüş, bir içti maaşıyla, bu adam benim babam. Ağlama benim babam, dert etmen açar babam, kara gün geçer babam ey. Bir kapıyı kapayan gelip açan babam, Allah büyüktür. Təşəkkür edirik. Alqışlarınızla Elçin Hüseynov. Populyar müğənni gəldi, buyurdu. Bizim tezya belədir. İndi birazdan rəqqasələr də olacaq. Məclisimiz tamam. Eşsən məni, Ağsaqqal. Eşsən məni. Bura bir dənə qol çək. Bura bir dənə qol çək. Deməli, indi öyrəndim. Bizim bu şöşü yoxdur, şöşü. Ölüb axı, ölüb. Mən indi dedilər. Eşsən, sən demə onu şimşək vurub, hə. Bura bir dənə qol çək, səs toplayıram. Axırda o şimşəyi verəcəm məhkəməyə verəcəm, o tutturacam onu. Başın xarabdır sənin. Sən harada görmüsən ki, şimşəyi məhkəməyə versinlər? Harada görmüsən deyəndə burada görmüşəm, harada görəcəm. Onu tutturacam mən, o adam öldürüb. Şimşək, ildırım, o göydə olur, göydə. Sən onu necə tutturacaqsın? Sən tupoysan. Bu nə vaxtsa düşəcək də yerə. Şimşək düşmür yerə, o ildırımdır, o təbii fəlakətdir, təbii fəlakət. Təbii fəlakət mənəm, o deyil, mənəm təbii fəlakət. Bunun başqa, ver imzalayayım. Hala. Yaz ora ki, şimşəkdən şikayət eləyirəm, yaz ora. Şimşəkdən şikayət eləyirəm, ala. Də əl çək də məndən. Sağ ol. Qoy gəlin. Şirin. Ay Şirin. Nədir? Burnumu da bağlamısan, heç nə işitmirsən. Gəl, məni bir dənə mərhumdan şəklimi çək Instagrama. Çək. Belə elə. Mərhum da çıxsın, bığılı. Getdi.
Sağ ol. Bir dənə elan edən sabitkalar var, sən can. Yaxşı. Satın bunu. Yaxşı, yaxşı. Gəl. Bu petlabaş dayan da. Petlabaş cadadan salfet kalın. 50 qəpikdən artıq versə almayın. 50 qəpik sizdə. Şaşı öldü. Şaşının yası. Ulduzlar havalı bağrını deli. Kayalı dağlardan duman yükselir. Hayalım geceni salama gelir. Ben Sapırdı da istəyirəm indi bir ağsaqqal kimi bu cavanlara, biraz yaşda az olan insanlara bir məsləhət verim. Hansı cavana baxırsan bu dəqiqə əlində nədir o? Telefon, WhatsApp, Instagram girib ciz şəkillərə baxırlar, güya ki qız tuturlar. Elə variantlarla qız tutmaq mümkün deyil. Ağsaqqal vaxtında bir dənə damaşlı telefonla min cür oyunlardan düşür. Liniyə düşüb, tanış olub. Nə bilim, sən deyib püf üfürmüşəm, tanış olmuşam. Tıf eləmişəm telefonlara. Cəmaatın başını xarab eləmişəm, min cür qız tutmuşam. İndi gelmişsiniz bu ciz şeylərə. Ağsaqqalın vaxtı olub ki, mən bir gündə 3 dənə arvatla toy eləmişəm. 6-da bir arvatla, 10-da bir, 12-də bir. Hələ 12-dən sonra da dostlarımla getmişik cavanlıq zad eləməyə. Şimdi siz də çalışın, ağsaqqala oxuyun. Vaxtı hədər yerə itirməyin. Girib ciz telefonda vaxt keçirtməyin. Mənalı işlərlə məşğul olun. Sağ ol. Sağ ol. Bəli. O Pollad abi. Buyur benim, nasılsın ha? Sağ ol, yaxşıyam. Yox, narahat olma, bilirəm elə vaxtın yoxdur çəkilişdə. Dünən də baxırdım, yenə qırırdın. Qırırdın, aləmi dağıtmışdın. Narahat olma, gəlmişkən varsan. O göndərdiyin pesoqdur, çaydır, nə bilim, undur, onların hamısı gəldi özə Turetski, Madin Türkiye. Oldu qardaş, oldu. Küçücüyüm benim. Sağ ol. Eşidirsən Səmi? Bə mən anlatsan ki, köşünün yasıdır. Bə mən anlatsan köşünün yasıdır. Koy gibi köşünün yasıdır. Bə hani səhərdən axtaram, tapamıram köşünü. Hangi olacaq? Köşünü bastırmışıq. Ölü bə. Giz danışır burada. Mən də səhərdə köşünü Alo. O Sir Elton John. How are you? Yeah, şoşu is die. Very bad. Çok bad. I am crying. Yes. No. Today 1. Next day 3. Yes. Next week 7 and 14. 2 in 1. All inclusive. Okay. Bye. Kiss you, Elton. Kiss you. Bye. Bax bu bir iş yaxşıdır ki, cahamatın xeyrinə, şərinə o vaxt yaramışıq. İndi cahamat bizə zəngin verib baş sağlığı verir. Bax, rəqsanə. Rəqsanə. Alo. Nə pul var məndə? Mən yaşlı adamım, mən belə biləm zəngin baş sağlığı verir adamı. Pulum zadım yoxdur, yaxşı görür. Sən o aldıqlarını gətir mənə qaytar elə ondan sonra. Ay ağsaqqal. Gelir bu moment evə. Sən demə evdə başqa bir kişi oturub kravatın üstündə. Ne olur? Sən də gətirmişik ki, sən bırax saqqallıq elə, sən böyüksən, saçın var, saqqalın var, hamısı da ağarıb. Ağzına gələnin danışma, bəsdir. Lazımdır, ağsaqqal lazımdır. Sən köşünün xoş əməllərindən danış. Nə xoş əməl, onun xoş əməl olur. Şirin! Ay Şirin! Eşidirsən mi? Oradan Telman müəllimgil gələcək. Onlara qalyan demişdi ha. Qalyandan düzəld. Moruq, saqqız, vanil, yaxşı? Все, greyfrutda. Bir də ki, bir şey xahiş edəcəm hamınızdan. Yəqin ki, indi gəlmişsiniz, indi köşü də sizə vaxtı ikən yaxşılıq eləyib, sizin işlərinizə yarayıb, xeyir, şər işləri olub. İndi onlar haqqında danışmıram, amma axırda çox xahiş edəcəm. Kimin imkanı nəyə çatır? İndi 5 manat, 10 manat, 20 manat. İndi biraz burada imkanlı adamlar var, gördüm, xarici maşınları gördüm qapının ağzında. Ola bilər, onlar bir 50 manatdan, bax belə köməkliklər eləyəsiniz ki, biz də gedək köşünü bir
yaxşı samballı yerdə bastıraq. Ondan sonra onun o mollasıdır, ondan sonra o bütün o xərcdir də, özünüz bilirsiniz ki, hamısı xərc. Üstə gəlmin. 3500 AZN. 3500. Nə qədər? 300 dollar. Qazel 300 dollar. Bu Qazel sürür. Bunun puluna sağ ol. Çox sağ ol qardaş. Sağ ol. Qazel. Cəsur 300 dollar. Aha. Dəyanət avtoritet. Sağ ol ay Dəyanət. Çox sağ ol. Sağ ol. Nədə? Sonra deyir damatda pul yoxdur. Eşidirsən? Eşidirsən? Nədir fəlakət? Neçə ildə eşidirsən? Onu dəqiqləşdir bir dənə. Eşidirsən? Ara bura bir dənə qol çək. Bura niyə? Qol çək deyəcəm də, qol çək deyəcəm. Bura niyə qol çək? Qol çək deyəcəm də, bir qol çək, qohumuq biz, qol çək deyəcəm sən. Hala. Qol belə olur, hə? Elə olur. Eşidirsən? Köşü. Şəmi, Hə. qulaq. Bu köşünü şimşəfir bax, xəbərin oldu. Bilirəm, Elə pis oldu, bilirəm. elə pis oldu. Və mənə deyirəm də, mənə deyirəm. Getdim bu tanışlardan, tunuşlardan bu şimşəyi məhkəməyə vermək istəyirəm axı. Elə buradakı tanışlardan, tunuşlardan 200 səs toplamışam. Eşitsən mənim. Hə, indi bu şirin yoxdur bizim qədər. Ondan da səs topladım. Elədi 200-ün üstə gəlsən 275. İndi bu istəyirəm bir dənə də sən səs verəsən. Olsun bir 500 səs olsun. Sən başın xarabdır. Görsən mən yaslı adamam. Görsən mən qəhər içindəyəm. Gözümün yaşı quruyub. Burada sərdən özümü lezvalayıram. Mənim xalam oğlu rəhmətə gedib. Gəlib burada ağzından gələn danışırsan sən. Hə, o yaslı hansıdır, o gözdən yaş gəlir. Sən o şimşəyi nətər məhkəməyə verəcəksən axı? Ay tupoy gedə. Hə, eşitsən, bax yaslısan, sənə çox söz deyəmirəm. Bu mənim babam yox idi, İldırım. İldırım yox idi. Bu babam mənim qeyrət üstündə nənəmi öldürmüşdü axı. Onu 15 il iş verdilər. Məhkəmə ilə 15 il iş verdilər. O baban İldırımdır, bu isə şimşəkdir. Nə fərq var? İldırımdır, şimşəkdir. Orada hərf səhvi var da, hərf səhvi var. Eyni şeydir, o eyni şeydir. Fəlakət. Dur, get mənim baş beyimi xarab eləmə də, yaxşı. Deyirsən şimşək məhkəməyə vermək olmaz. Ver bura, bax kimdən qol çəkdirmisən bax. Bunlar da bax sənin kimi tupoy adamlardır bax. Ağsaqqala bax, şirinə bax, ondan sonra bax. Hamısı sənin kimi tupoy adamlardır. Biz yaslı adamıq, bizi alladıblar, hə? Hə, alladıblar. Dur, get o tərəfdə oyna, fəlakət. Dur. Eşitsən, onda bəlkə puludu verim şeyə, puludu verim məhkəməyə. Nə bulut, nə danışırsan? Nə bulut, nə danışırsan? Yağmasa da gürüldü yaxın. Dur cənnəm ol, dur. Yaslı adamıq başımıza alladılar, ol. həbsi mənim. Sağ ol qardaş, sağ ol, çox sağ ol. Maşallah, hamısı Şöşünün Rusiyyətdəki dostlarıdır. Əlləri dollarla oynayır. Ayşəmi. Ana qənd qutarıb, xurma qutarıb, xarici qonaqlar şikayət edir. Biri mənə tutub söyür orada. Deyir dumtuqu turtul. Nə deyir? Get o xarici qonağa denən, Şəmin o deyir ki, Şimbore Fişko. Get promo elə denən. Özdə ki, o Polad Ələmdar Türkiyədən qənd göndərib, xurma göndərib. Onlar hamısı evin içindədir. Get oradan götür payla. Get oradan götür, amma sayla, başa düşdün? Hər qənd qabıya 7 dənə. 7. Xurmanı da bildin də nə eləmək lazımdır? Bilirsən, git danışır burada. Sən müəllim, Allah rəhmət eləsin, Allah ömür versin sənə, Allah can sağlığı versin. Pul yazdırmaq istəyirəm. Çünki məndə kartdadır pul. Kartdadır? Var terminal. Hər şeyi nəzərə alıb. Görün kartını. Görüm, hara qoymuşam. Ha, buradadır. 50 manat çıxardı, artıq eləmə. Yığ, kodunu yığ. 89, 47. Bir dəqiqədən qoy yazım bura. 50 manat. 50 manat çıxsın, artıq olmasın. Hərgah ki, onun mənə bir kanister sələkə borcu var idi. 1.07'si var, yolda qalmışdı. Onu da halal eləyirəm. Terminala vurma onu. Yaxşı, narahat olma. 50 manat olsa, olmazsa da vermə özümə. Oldu, sağ ol, çox sağ ol. Biz səni çox istəyirik. Sağ ol. Çatdıqlarda görüşək. Sağ ol. 50 manat. 50 AZN. 50 AZN. Çek.
Alo. 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 Yadımdan çıxdı. Vay. Saat neçədir ki? Ay, yadımdan çıxdı. Gələm. Vay, nə də yadımdan çıxdı. Canay, hardasın? Ay, yatıb qalmışam ya. Yatıb qalmışam. Buna bax ya. Tüm gecəni bu torpaqda keçirmiş. Qız, nə qayrım, bu nə də? Soğulcanlar zatlar girib ağzıma. Canım, ay şu. Can. Gəl. Ədi belə bastırmışam ki, çıxardan da rahat olsun da şu. Tüm gecəni bu qumun içində yatıb qalmışam. Ədi, nə qayrım, yatıb qalmışam da şöşüdə. Mən də, bir məni də başa düşdü. Sənin yasın olduğu, düzdür, dünənləri gecə. Dünənləri sənin yasında o qədər yorğun olmuşam. O qədər, elə gəldim evə, kəlləmi atan kimi, at qulçat olmuş. Puldan zatdan bir şey oldu. Bu boyda həngaməni biz nəyə görə qurmuşduq? Ay şöşü, deməli 12.567 manat option nağd yığıldı. 3000-ə yaxın kart vasitəsilə post terminallarda. Ondan sonra indi orada elə adamlar var idi ki, misal üçün pula imkanı yox idi. Üstündə olan saatlar idi, ondan sonra breloklar idi, açarlar idi. Elçin Hüseynov yoxdur müğənni? Vertusunu aldım ki, dedim, bəs üstündə xırdan yox idi, nə? Çıxart görək elə. Hamısı nə qədər o varlı dost tanışlarımız vardı, hamısından qəşəng pul yığılmışıq. Prosta bir şey var, şöşü. Sən öləndən sonra sənin yasına kim gələcək? Mən öləndən sonra mənim yasıma kim gələcək, kim gəlməyəcək, nə yazılacaq? Onsuz da oradan mənə bir pul çatmır. Əsas bu deyil. Sən ay şöşü. Tamam, bu dəfə də alındı, prosta cahamatın üzünə nətər çıxacaq, nətər olacaq, gəl. Vardır hər bir yerdə hörməti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanarda, ya çöldə, ya da şəhərdə. ATV-də çəkdi bunu sizə görə, baxsın hər kəs gülə-gülə. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Ya!